Aslında karşınızda gördüğünüz kitaplar var. Beynəlxalq Kitab Məktəbinin sənəd sahibi. Biz keçən il bu layihəni həyata keçirdik və bu Kitab Məktəbini formalaşdırdık və beynəlxalq yəni Kitab Məktəbi adlandırdıq bunu. Və həmin müddətdə bizim dərslərimiz, yəni 2 ayrılıq oldu və bu qruplarda deməli biz həm də onun mock hissəsi də var. Məsələn, deyək ki, siz məktəbdə istəsəniz, kimləriniz tələbələrinizi, nə bilim, digər müəllim yoldaşları yönləndirməklə həmin bu kitabı və onların video materialları da internetdə yerləşdirdik. Onun əsasında siz onun üçün də ayrıca bir sertifikat ala bilərsiniz. Yəni, siz özünüz də onu istifadə edə bilərsiniz. Mesela kitab ki, oxuduğunuz, məsələn, istifadə ediniz. Sonra onun üçün də ayrıca sertifikat yəni gedə bilər. Yəni, bu davamlı bir prosesdir. Burada indi Profesör Şikar Qasımov gələcək. Bakı Mühəndislik Universitetinin Magistratura və Aspirantura şöbəsinin müdiridir. Orada onun məqaləsini görürsünüz. Qeyri-maddi mədəni irslə bağlı və onun UNESCO-dakı yeri ilə bağlı. Biz onda eləcə də Məlikə xanım, Məlikə Hüseynova, deməli, Giras İctimai Birliyinin əməkdaşıdır və Məlikə xanım orada beynəlxalq tənzim etməklə bağlı, mədəni irslə bağlı məsələdə bu hissəyə daha çox diqqət eləmişdir. Bilirsiniz ki, 24 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun siyasındadır, deməli, reprezentativ siyasındadır, qeyri-maddi mədəni irslə bağlı. Və biz bu 24 belə qərara gəldik ki, bu kursda 24 deməli, bu qeyri-maddi mədəni irsi 8 qrupda yəni formalaşdıraq və bunun əsasında deməli, biz qruplar üzrə hər birisi 5 saat olmaqla biz bunu təqdim edirik. Mən burada çıxışında onları sizə adlarını qeyd edəcəm və baxın nə üçün bu yayılır, bunun üzərində danışacağıq. Bizim bu başlatdığımız məsələ əslində yəni ehtiyacdan doğur. Çünki bir çox deməli, mədəni irs nümunələri ilə bağlı məlumatlar əslində çox pərakənddir və informasiya məhduddur. Çox az informasiya və akademik nəşrlərə də çıxmaq, ayrı-ayrı məqalələrə də çıxmaq və onları bir istifadə etmək olur. Bu mənada biz necə bu Ustad Məktəbinin tədris vəsaitini gördüyünüz kimi, eynən qeyri-maddi mədəni irsin də ayrıca bir toplusu yəni olacaq və orada bütün keçilən mühazirələr hamısı nəşr olunacaqdır. Bundan başqa onun da gördüyünüz kimi çəkilişlər olur. Bu çəkilişlərin əsasında deməli, həm də mock şəklində yenidən YouTube kanalında yerləşdiriləcək ki, başqa vaxtda insanlar bunu istifadə edə bilsinlər. Biz, yəni ekspertlər, təlimçilər bir yerdə qərara gəlirik ki, əslində indi Ramazan ayındayıq və bizim 24 mədəni irs nümunəsindən deməli, biri iftar mədəniyyətidir və o UNESCO-nun siyasındadır. Düzdür, tək Azərbaycanın iftar mədəniyyəti yox, bütün İslam dünyasının hansı dövlətlərə görə qoşulurlar, Azərbaycan da onlardan birisi. Amma bu bizə imkan verir ki, Azərbaycandakı iftar mədəniyyəti və onunla əlaqədar süfrə mədəniyyəti və qonaqpərvərliyimiz, digər elementlər hansı formadadır? Yəni, bizdə bu necə inkişaf olunur? Və bu bir sadəcə restoranların təklif elədiyi bir menülərmi və ya süfrələrmi, yoxsa bu doğrudan da ailələrin, yəni qonaqpərvərlik əsasında formalaşdırdıqları deməli, elementlər.
Bunun üçün biz deməli müəllimlərimizin dəvət eləmişik. Onlar həm dini kontekst baxımından, həm də deməli sosial kontekst baxımından bu məsələyə yanaşa çatır. Həm də halal-haram məsələsi, yəni elementindən də baxacaqlar bu məsələyə. 5 gün ərzində biz burada bu məsələləri deməli müzakirə edəcəyik. İndi burada sizə yəni çatdırmaq istədiyimiz əsas məqam, siz orada görürsünüz, deməli layihə tapşırığı süfrə konsept xəritəsinin hazırlanması. Yəni biz 5 qrupa bölünəcəyik. Hər halda yəni bu elə planlaşdırılacaq. Bizim bütün iştirakçılar gəldikdən sonra biz onları böləcəyik. Bunun əsasında biz sonuncu gün üçün, yəni ayın 14 gün üçün süfrə, bir iftar süfrəsi, bir çay süfrəsi. Siz özünüz baxarsınız. İftar süfrəsini seçirsiniz, yoxsa çay süfrəsini seçirsiniz? Necə? Yox, onsuz da çay məsələn sabah təqdim olunacaq. Sabah təqdim olunacaq. Çay süfrəsi elə bilin ki, saat 16-dan başlayacaq, 20-yə qədər də, yəni o müddəti yəni əhatə edəcək. İftar məsələsinin içərisində olacaqsınız. Yəni şirniyyat üzərindən olacaq, amma yəni o vaxta salınız. Kim iştirak edə biləcəksə. Amma qeyd edeyim ki, bunun üçün sizi aşpaz verəcək və çaylarla əlaqədar çox belə yəni məlumatlar olacaq. Yəni inanıram ki, maraqlı olacaq o süfrə konsepti üzərindən və iftar süfrəsi də ayrılacaq. Yəni iftar süfrəsi də ayın 14-ü olacaq və 14-ünə də biz onu yəni bir yerdə necə hazırlayacağıq. Burada indi süfrə konsept xəritəsinin hazırlanması məsələsi var. Siz çünki bu layihə əsaslı öyrənmə olduğuna görə işin sonunda bizim bir layihəmiz də ortaya çıxar. Yəni və siz bunu elə bugündən planlaşdırmalısınız ki, həmin vaxtda yəni hazır olsun. Burada sizin diqqət edəcəyiniz məqamlar yəni nə olacaq? Mərkəzində nə dayanmalı? Bizim layihənin mərkəzində nə dayanmalıdır? İftar və çay süfrəsi. Bir model formalaşdıracağıq və 5 bloklu da, məsələn, deyək ki, siz bunu necə edəcəksiniz? Siz yəni çay süfrəsini mi göstərəcəksiniz? Yoxsa siz onu yəni təqdimat edəcəksiniz? Yəni slayd üzərindən və ya hansısa bir şəkildə hazırlayacaqsınız. Onu özünüz seçəcəksiniz. Yəni konsept xəritəsini özünüz formalaşdıracaqsınız ki, yəni sizə rahat olsun. Məsələn, çay üzərindən olacaqsa deyəcəksiniz ki, məsələn, deyək ki, bu şəkildə, yəni istifar üzərindən olacaqsa, o şəkildə, yəni göstərmək mənası. Və ya ikisi ola bilər, qarışıq. Həm təqdimat edə bilərsiniz, həm də göstərə biləcəksiniz. Yəni, qarışıq da edə bilərsiniz. Bu sizin özünüzdən asılı. Burada bizim kontekstimiz nədir? Kontekstimiz süfrə ənənəsi necə? Yəni, hansı bir süfrə ənənəsi? Burada biz düşünürük ki, bir qrupda, 3 qrup olacaqsa, bir qrupda 3 adam varsa və burada 300 süfrə ənənəsi var da. Yəni düşünürük ki, bir nəfər Lənkərandandır, bir nəfər Gəncədəndir, bir nəfər Qubadandır. Yəni bir süfrə anlayışı var. Yəni hamısı eynidir. Bəlkə də Azərbaycan yəni ümumi bir süfrə yəni şeydir, amma istər-istəməz fərqli bir ənənə var. Biz o ənənəni görmək istəyirik. Qonaqpərvərlik mədəniyyəti. Burada düz haqqında danışılacaq. Kübra xanım danışacaq. Sonra Şikar müəllim bir yerdən danışacaq. Siz özünüz də bunların dərslərini keçirsiniz. Məsələn, deyək ki, məlumatlısınız.
Amma onu təqdimatda göstərmək lazımdır. Qonaqpərvərlik mədəniyyəti. Deməli, burada süfrə ənənəsi birincidir və qonaqpərvərlik mədəniyyəti bizdə ikinci kontekst. Və İslam mədəniyyəti. Yəni, İslam mədəniyyətində süfrə necə fərqlənir? Yəni, nələr məsələn deyək ki, ola bilir, nələr ola bilmir. Yəni, o fərqliliyi biz burada, biz konsept hazırladığımıza görə, biz layihə hazırladığımıza görə, təqdimat hazırladığımıza görə bunların hamısının içərisinə alan bir element olmalı. Və çay mədəniyyətinin yəni tarixi bu haqda sabah danışılacaq və mən düşünürəm ki, yəni siz deməli bu haqda məlumatlısınız, amma həm aşpaz, həm praktik, həm də deməli müəllimimiz bu haqda məlumat verəcək. Yəni çay mədəniyyətdə burada özəl kitablardır və Ramazan süfrəsi ənənəsi. Yəni bizim konseptimiz, əsas konseptimiz bunun üzərindədir. Dini əsaslarımız. Burada yəni oruç məsələsidir. İnsanlar oruç tutur. Yəni bu məqama biz diqqət edəcəyik. Ona görə də bizim süfrəmizdə həm sahur var, həm iftar var. Yəni bu elementlər, yəni halal qida məsələsi. Halal qida məsələsi, yəni olmalıdır. Sonra zəkat və paylaşma məsələsi. Məsələn, deyək ki, ailələr var ki, yəni çətinlik çəkirlər, süfrə bilmirlər. Məsələn, deyək ki, bu elementlər bir də niyyət məsələsi, bərəkət məsələsi. Yəni bu üzərindən, yəni məsələn üstündən gedəcək. Yəni dini əsaslar mənası. Sosial funksiya mənasında. Yəni bu hissəsi məsələn deyək ki, bəxtəxt hissəsindən və ya o hissədən danışırıq və ya dini kontekstdən danışırıq. Eləcə də sosial funksiya məsələsində isə qonaqpərvərlik, sosial birlik, ailə və icma münasibətləri, sonra süfrə ətrafında ünsiyyət, etiket və davranış. Yəni bu məqamlara da diqqət edə bilərsiniz. Yəni bunlar sizin yol xəritənizdə belədir. Konsept xəritənizdir ki, siz təqdimatı hazırlayarkən və buradakı çıxışlara əsasən də məruzələrə əsasında bunu formalaşdıracaqsınız. Bu maddi və estetik struktur məsələsində əgər bir stol götürsəniz, siz öz təqdimatınızı burada öyrənmiş olsanız, süfrə örtüyü məsələsi, məsələn necə olur, sonra çay dəstgahı məsələsi, sonra qab-qacaq, bizim burada çox şeylər var, amma nələr var ki, deyə bilərsiniz, belə bir şey də ola bilər və ya mən gətirə bilərəm, bu da ola bilər ki, məsələn, deyək ki, eləyə bilərsiniz. Sonra düzülüş məsələsi, dekor və estetika məsələsi, sonra məkan kompozisiyası məsələsi, yəni bunların üzərində biz hərəkət edəcəyik. Sonra simvolik və semiotik mənada çay bir ünsiyyət simvoludur. Sonra xurma iftarın başlanğıcıdır. İstifadə olunan şirniyyat, bunlar hərəkət rəmzidir. Yəni süfrə birlik və paylaşmadır. Çaynik və armuduz stəkan, məsələn, deyək ki, biz bunu istifadə edə bilərik. Milli identitet məsələsidir. Yəni bunları biz qeyd edəcəyik. Ondan sonra yəni biz yəni sizin təqdimatınız bunun üzərində qurula bilər. Praktik model baxımından iftar süfrəsinin strukturu, özünüz onu formalaşdıra bilərsiniz. Yəni struktur məsələsini, sonra iftarın başlanması, su, xurma, yüngül qidalar, sonra bu iftar günündə hazırlanacaq. Burada ola bilər şorbalar, məsələn, hansısa bir şorba süd məsələsi ola bilər. Yəni belə bir öz menünüzü hazırlayırsınız. Bu vacib deyil, o siz göstərəsiniz. Götürüb burada yəni qoyasınız, məsələn, deyək ki, və ya bizə deyəsiniz, biz onu öyrəndik. Bu təqdimatda eləyə bilərsiniz.
və digər sürülərdə. Deməli, süfrə ilə bağlı məqamlar əslində bizim deməli aşpaz da bu məsələnin üzərində işləyəcək. Sonra qonaqların qarşılanması, çünki bunların müdür təqdimatını edəcəksiniz. Qonaqların qarşılanması, süfrəyə dəvət, iftarın açılması, yemək deməli mərhələsi, çay mərasimi, söhbət və sosial ünsiyyət məsələsini üzərindən biz deməli təqdimatımızı edirik. Və bundan sonra deməli nümunə konseptimizi göstərə bilərsiniz. Biz üç variant təklif edirik ki, yəni bir yerdə hazırlaya bilərsiniz. Yəni bu bizim layihənin konsept xəritəsi məsələsidir. Bunun üzərindən deməli çıxış edirik. Mən istəyirəm ki, yəni Məlikə xanımı dəvət edeyim. Məlikə xanım deməli UNESCO-da qeyri-mavi mədəni irsin deməli məsələsi üzərində gəlir. Bu hansı elmlər hansı şəkildə siyahıya alırlar, hansı deməli bizim nümunələri haqqında bəyan edəcək. Buyurun. Bir daha salamlayıram hər birinizi, buzlara, suyuna, açıqdan. Mikrofon olacaq, hə? Mikrofon yox. Və faydalı məlumatlar əldə edəcəksiniz. Mən deməli şiir sinifində Faiz müəllimlə elan elədim ki, layihəmizin məqsədi sırf UNESCO-nun qeyri-maddi irs siyasətində olan elementlərimizin təqvimi ilə bağlıdır. Və mən UNESCO tərəfindən bu siyahı necə hazırlanır, necə tərtib olunur, onunla bağlı qısa məlumat vermək istəyirəm. Sonra kitab nəşr olunanda ona daha geniş məlumat əldə edəcəksiniz. Ümumiyyətlə, istər maddi irsiniz olsun, istər qeyri-maddi irsiniz olsun, Azərbaycan Respublikasının qanunvericiliyinə görə həm milli səviyyədə, həm beynəlxalq səviyyədə qorunur. Beynəlxalq səviyyədə beynəlxalq sənədlərə, dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və beynəlxalq təşkilatların konvensiyalarına uyğun olaraq həm iki tərəfli, həm də çox tərəfli səviyyədə qorunur. İki tərəfli əməkdaşlıq çərçivəsində, yəni dövlətlərin öz aralarında imzaladıqları sazişlər və razılaşmalar əsasında qorunur. Çox tərəfli əməkdaşlıq çərçivəsində isə beynəlxalq təşkilatları olmaqla istər regional, istər universal beynəlxalq təşkilatlar olsun, bu formada qorunur. Milli səviyyədə isə həm Azərbaycan Respublikasının qanunvericiliyi, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən qorunur. Konstitusiyamızın 40-cı maddəsi 2-ci bəndində deyilir ki, hər kəs tarixi, maddi və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrimizi qorumalıdır. Bu sahədə ümumiyyətlə qeyri-maddi irsin qorunması sahəsində əsas beynəlxalq təşkilat UNESCO-dur. Düzdür, istər maddi irs nümunələri, istər qeyri-maddi irs nümunələri bütün beynəlxalq təşkilatlar çərçivəsində qorunur. Amma UNESCO sırf elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış beynəlxalq universal təşkilat olduğuna görə birbaşa bilavasitə qeyri-maddi irsin qorunması ilə məşğuldur. UNESCO 1945-ci ildə yaranmışdır və 1946-cı ildə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası 1992-ci ildə UNESCO-nun üzvüdür. Hal-hazırda 185 üzv dövlət daxildir UNESCO-ya. Mənzil qərargahı Parisdə yerləşir. UNESCO ümumiyyətlə qeyri-maddi irsin qorunmasını özünün qəbul etdiyi 2003-cü il 17 oktyabr tarixli qeyri-maddi irsin qorunması haqqında beynəlxalq konvensiya ilə tənzimləyir. Deməli, konvensiya 2003-cü ildə qəbul olunmuşdur və 2006-cı ildə Azərbaycan bu konvensiyaya qoşulmuşdur. 2023-cü ildə UNESCO-nun 42-ci sessiyasında noyabr ayında keçirilən sessiyada 17 oktyabr Ümumdünya Qeyri-Maddi İrs Günü elan olunmuşdur. Bu günün beynəlxalq elan olunmasında
məqsəd qeyri-maddi irsin qorunmasına beynəlxalq diqqəti cəlb eləmək, qeyri-maddi irsin qorunması sahəsində maarifləndirməni genişləndirmək, beynəlxalq birlik belə deyək, yaratmaq, diqqəti beynəlxalq səviyyədə qeyri-maddi irsin qorunmasına cəlb eləməkdən ibarətdir. UNESCO-nun qeyri-maddi irs qorunması ilə bağlı 3 siyahısı var. Deməli, bəşəriyyətin qeyri-maddi irsinin reprezentativ siyahısı, təcili qorunmaya ehtiyacı olan qeyri-maddi irs nümunələrinin siyahısı və qabaqcıl təcrübələrin reyestri. Bunların bir-birindən fərqi nədən ibarətdir? Deməli, qeyri-maddi irsin, bəşəriyyətin qeyri-maddi irsinin reprezentativ siyasının məqsədi ümumilikdə qeyri-maddi irs qorumaları təbliğ etmək, onun əyaniliyini sübut etmək, dünyaya tanıtmaq, beynəlxalq diqqətli irs nümunələrinə cəlb etməkdən ibarətdir. İkinci siyahı, təcili qorunmağa ehtiyac olan qeyri-maddi irs nümunələrinin siyahısı isə artıq məhv olmaq təhlükəsi ilə üz-üzə olan, təhlükədə olan irs nümunələrinin qorunmasına yönəlmişdir. Yəni, burada bu siyahının məqsədi birbaşa bu irs nümunələrini qorumağa yönəldir. Xüsusilə bu siyahıya daşıyıcılarının sayı demək olar ki, yox olmaq üzrə olan irs nümunələri daxil edilir. Deməli, qabaqcıl təcrübələrin reyestri isə xüsusilə inkişaf etməkdə olan ölkələrdə qeyri-maddi irsin qorunmasına yönəlmiş digər dövlətlərin təkliflərinə əsasən irəli sürülən beynəlxalq layihələr, təşəbbüslər və tədbirlər daxildir. Deməli, bəşəriyyətin qeyri-maddi irsinin reprezentativ siyahısı necə hazırlanır? Ümumiyyətlə, bu konvensiyaya üzv olan dövlətlər hər il özünün qeyri-maddi irsinin siyahısı barədə müxtəlif siyahılar tərtib edib, bu siyahıları yeniləşdirir, dərc edir. Bunlarla bağlı hər il UNESCO-ya hesabat verir. Bu siyahıya daxil olmasını istədikləri irs nümunəsi ilə bağlı namizədlik sənədi hazırlayır. Martın 31-nədək, adətən namizədlik sənədi martın 31-nədək qəbul edilir. Dövlət demək, bu siyahıya salınması üçün seçdiyi öz irs nümunəsi ilə bağlı namizədlik sənədini təqdim edir UNESCO-nun katibliyinə. Ümumiyyətlə, bu UNESCO-nun 2003-cü il konvensiyasına əsasən hökumətlərarası komitə təsis edilmişdir ki, hansı ki, o hökumətlərarası komitənin işi birbaşa qeyri-maddi irs siyahısını tərtib etməkdən ibarətdir. Deməli, dövlətlər öz siyahılarını və o siyahılar üzrə bu bəşəriyyətin qeyri-maddi irsinin reprezentativ siyahısına daxil etmək istədikləri irs nümunəsi ilə bağlı namizədlik sənədini hazırlayırlar. Bu sənədi katibliyə təqdim edirlər. Katiblik sənədi, namizədlik sənədini qəbul edir, onun üçün ayrılmış müəyyən dövr ərzində əgər sənəddə natamamlıq varsa, dövlətə geri qaytarır və o son müddət tarixindən qədər dövlət o sənədi yenidən tamamlayıb katibliyə geri verir. Əgər sənəddə natamamlıq yoxdursa, katiblik sənədi qəbul edir, namizədlik sənədini və sənədi bunun üçün xüsusi yaradılmış qiymətləndirmə orqanına ötürür. Qiymətləndirmə orqanı namizədlik sənədini qiymətləndirmək üçün qəbul edir və bu qiymətləndirmə prosesi müəyyən müddəti alır, bir neçə ay. Nəyə əsasən bunu həyata keçirir? Hökumətlərarası komitə bu qeyri-maddi irs siyahısının tərtib olunması üzrə müəyyən meyarlar hazırlayıb Baş Assambleyaya təqdim edir və Assambleya bu meyarları təsdiq edir. Həm qiymətləndirmə orqanı bu meyarlar əsasında namizədlik sənədini dəyərləndirir və yekun qərar vermək üçün hesabatlar və özünün rəyləri ilə birlikdə hökumətlərarası komitəyə təqdim edir. Hökumətlərarası komitə isə yekun baxışdan sonra sənədin siyahıya daxil olunması ilə bağlı yekun qərar verir. Təcili qorunmağa ehtiyacı olan siyahıda isə, irs nümunələrinin siyahısında isə proses eyni qaydada gedir. Yəni, yenə də dövlətlər öz namizədlik sənədlərini təqdim edirlər katibliyə, katiblik sənədə baxır. Bir dənə fərqi ondadır ki, reprezentativ siyahıda əgər natamamlıq varsa sənəddə,
onu dövlətə geri qaytarıb, o da hardasa 2-3 ay proses o davam edir, vaxt tələb edir. Amma təhlükə altında ola bilir nümunələrin siyahısında isə sənəddə natamamlıq olsa belə onu dövlətə geri qaytarılıb birbaşa qiymətləndirmə orqanına təqdim edilir. Yenə də eyni qaydada qiymətləndirmə orqanı bu siyahı üçün də müəyyən olunmuş meyarlara əsasən qiymətləndirir və komitəyə yekun qərar üçün təqdim edir və hökumətlərarası komitə siyahıya daxil olunması ilə bağlı yekun qərarı verir. Eyni prosedur qlobal təcrübələrin reyestri ilə də bağlıdır. Orada da eyni şəkildə inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrdə qeyri-maddi irsin qorunması ilə bağlı öz təcrübələrini, layihələrini, təkliflərini və tədbirlərlə bağlı öz təkliflərini təqdim edir. Qəbul olunan təkliflər həmin o reyestrə salınır və inkişaf etməkdə olan ölkələrdə qeyri-maddi irsin qorunmasına yönəlir. Mən də ümumiyyətlə bu proses barədə sizə qısa məlumat verdim. Çünki orada əslində hər ayın öz belə deyim də davam etmə müddətində öz prosesləri var. Çox vaxt aparmamaq üçün onlar haqqında geniş danışmadım. Qısa şəkildə sizin üçün aydın olsun deyə danışdım. Amma istəsəniz qeyri-maddi irsin UNESCO-nun qeyri-maddi irs siyahısına əsas olunmuş bölməsi var öz saytında. Orada indirib ətraflı məlumat əldə edə bilərsiniz. Ümumilikdə bu proses 2 ilə yaxın vaxt aparır. 2 ilə yaxın vaxt aparır və bu namizədlik sənədlərinin arasında UNESCO 77 ən gözəl nümunə seçmişdir və o 77 ən gözəl nümunədən ikisi bizim namizədlik sənədidir ki, hazır bir Laxaç Miskərlik sənədi ilə bağlı namizədlik failimiz idi və bir də sədr sənətkarlığı ilə bağlı namizədlik sənədimiz UNESCO-nun həmin o 77 ən gözəl nümunə siyahısına düşmüşdür. Bildiyiniz kimi, bayaq da dedim, 92-ci ildə Azərbaycan UNESCO-ya üzv olmuşdu. Lakin 93-cü ildə ümumilli lider Heydər Əliyev UNESCO-ya Fransaya səfəri zamanı Federico Mayor dövründəki baş katibi Federico Mayorla görüşündən sonra UNESCO ilə əlaqələr daha da genişlənmiş. Daha sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dövründə UNESCO ilə əməkdaşlıq daha da güclənmişdir və Mehriban xanımın UNESCO-nun xoşməramlı səfiri seçilməsindən sonra xüsusilə bizim iş nümunələrimizi UNESCO-nun siyahısına salma prosesi güclənmişdir. İndi bizim Fariz müəllim yəqin öz təqdimatında hər bir haqqında məlumat verəcək. Bizim hal-hazırda iftar mədəniyyəti ilə bağlı qonaqpərvər mədəniyyəti təlimimizdə iftarla bağlı təlimimiz olacaq. İftar mədəniyyəti birgə irs nümunəsi kimi UNESCO-nun irs siyahısına salınmışdır. Deməli, Azərbaycan, Türkiyə, İran İslam Respublikası və Özbəkistan 4 ölkənin irs nümunəsi kimi UNESCO-nun reprezentativ siyahısına salınmışdır. Hələlik mənim verilənlərim bu qədər. Çalışdım ki, qısa danışım ki, sizin üçün də həm yadda qalan olsun, həm də digər ekspertlərimizə də sözünüzü verək. Geniş, yəni 4 gün ərzində yenə də lazım gəlirsə sizdə Məlikə xanım həmişə burada olacaq. Yəni siz Məlikə xanımdan həm də o qrupların formalaşması məsələsində, qrupların daha effektiv işləməsi məsələsində Məlikə xanımdan ünsiyyətdə ola bilərsiniz. Çox sağ olun, minnətdaram. İndi isə mən istəyirəm ki, digər başlarına gələnə qədər en azından biz bir-birimizi bir tanışlıq mərhələsində bizim o mədəni irsə baxışımız, qeyri-maddi mədəni irsə baxışımız nədir? Biz nə istəyirik? Buradan nə öyrənməyi planlayırıq və nə təkliflərimiz, yəni qeyri-maddi mədəni irsə bəlkə də elə bir irs nümunəsini düşünürsünüz ki, yəni o UNESCO-nun siyahısında olunmalıdır. Yəni bunu da səsləndirə bilərsiniz və gələcəkdə onun ətrafında da biz bir yerdə, biraz ictimai bir yerdə işləyə bilərik, fəaliyyət göstərə bilərik. Ona görə də mən istəyirəm ki, bilməmiz hardanmı, soldanmı, yəni başlayaq, biz özümüzü bir iştirakçı kimi tanıtaq. Məncə də buradan başlayaq. Buyurun.
Ben Aygün Solmazade, Azərbaycan Dil Universiteti Şərqi Milləsi İnşaatlar Hazırlasınlar müəllimə. Siz üçümüz müəllimlik olub. Bizim videomuzda Azərbaycan mədəni işçisinə, yəni qeyri-mədəni mədəni işçi və mədəni hizmetlərinin rəğb olunmuş işlərdir. Yəni siz üçün baxırsınız. Və nazirdən olan bir günündə yeni gördük. Bizim üçün çox xoşdur. Xoşbəxtlərlə və yeni məlumatlar əldə etdik. Çox sağ olun. Aygün Sultanzadə. Dereceli Reyana, ben de Üniversitesi'ne Şerut Üniversitesi'nden fazla fakültasyon tanıtıyorum. Ben de darbe satacak etnografam diye. Onda yerler Volgabadi yaratıcılığında etnografiyanın müdafiə eləmişəm. Və Bizimlə tanışıyoruz. Bilmem pardon. benim atam da etnograf idi, elmi rəhbər var. Bizimlə tanışıyoruz. Olabilir. Yəni 2011-ci ildə biz bir kafedra olaraq əvvəllər tək regionşünaslıq etdik, sonra iki yerə böldük. 2011-ci ildən biz Azərbaycan mədəniyyəti və incəsənəti fənni tədris edirik, regionşünaslıq ixtisasında təhsil alanlara. Və alternativ variantda seçmə fənni olduğu üçün Azərbaycan mədəniyyəti və mədəni irs tədris edirik. Bundan əlavə biz Dillər Universitetinin başqa ölkələrdə, Rumuniyada, sonra Belarusiyada, Türkiyədə, Çində hətta mərkəzlərimiz var, Azərbaycan mərkəzləri var. Orada müxtəlif çay mərasimi, nə bilim, qonaqpərvərlik, və sair Azərbaycan xalçaları, Azərbaycan atları adında təqdimatlar da edirik və xarici tələbələrə də məlumatlar veririk. Yəni tək özümüzdə yox, başqa ölkələrdə də Azərbaycan mədəniyyətini yayırıq. Çox sağ olun. Çox yaxındır. Yəni səs. Buyurun. Mən Qurbanlı Kəmalə, mən də Dillər Universitetində Şərqi Ölkələri üzrə Regionşünaslıq kafedrasının müəlliməsiyəm. Mənə qədər artıq Rəna müəllimə də, Aygün müəllimə də kifayət qədər məlumat verdi ümumi fənlərimiz barəsində. Eyni fənni mən də tədris edirəm, alternativ fənlərdən biridir. İxtisas şərqşünasam, İsrail və Yaxın Şərq üzrə ixtisaslaşmışam. Bizim məsələn layihələr arasında bir dəfə də belə olmuşdu. Aygün müəllimə ilə mən də Alman tələbələrə universitetdə mühazirə demişdik və bu da mədəni irsimizlə bağlı idi. Bəzən belə də olur və yaxud da 2024-də yanvarda Litvada bir aylıq proqramda iştirak eləmişəm. Orada düzdür onlar öz mədəniyyətlərini bizə təqdim edirdilər, amma bir həftə içində həm də biz də təqdim eləməliydik. Biz də orada buradan paxlavalar aparmışdıq, nə bilim lavaş aparmışdıq, sonra kəlağay aparmışdıq və s. Yəni bacardığımız qədər Azərbaycan mədəniyyətini, xüsusilə qeyri-maddi mədəni irs nümunələrini xaricilərə təqdim eləməyə çalışmışıq. Rəna müəllimənin də dediyi kimi, yəni fərqli illərdə, fərqli vaxtlarda belə layihələrimiz olubdur. Çox gözəl. Mən Araz, 247-də mənim məktəbin direktor müaviniyəm. Qeyri-maddi mədəni irs barədə düşünürəm ki, məktəblərdə nəinki müavinlərin, bütün müəllimlərin əsas prioritet götürməli olan sahələrdən biridir. Bayaqanda xatırlatdı ki, Konstitusiyada da buna bağlı müddəalar var. Demək ki, bu bizim birinci konstitusiya borcumuzdur. Bu mövzuya həssasam. Özüm də Təhsil Nazirliyinin göndərişlə 21 gün İsraildə təhsil səfərində olmuşam. Biz ora gedəndə də öz mədəni irsimizi nümayiş etdirmək üçün o xanım deyəndə paxlava aparmaq, onda yadıma düşdü ki, biz də nələrsə aparmışdıq, orada təqdim eləmişdik Azərbaycan mədəniyyətini, Azərbaycan çay mədəniyyətini və s. Sonra Scoutlar layihəsinə qoşulmuşam. Orada da Qubada bir kamp oldu. Müxtəlif rayonlardan gələnlər, bayaq siz dediniz Lənkərana görə, onda da o yadıma düşdü ki, hər rayon öz xüsusiyyətlərinə uyğun, kulinariyasına uyğun nemətlər aparıb, xüsusi bir süfrə açmışdı. Ta ki, Lənkəran, Bəxi süfrəsi, Şəki süfrəsi və s. Düşünürəm ki, biz bunları yaşatmalıyıq. Biz yaşatmasaq kim yaşadar? Ona görə bu layihəyə görə təşəkkür edirəm. Bacardığımız qədər faydalanacağıq. Amma sual olaraq sizə bir də onu vermək istəyərdim ki, bayaq əvvəldə 24 dənə mədəni irs var. İkisi, biri iftar mədəniyyətidir, bunu dediniz. Amma 24-ünü də məsələn bilmək istəyərdim. Növbəti slaytlarda yəqin olacaq.
Deməli, əslində biz deyəndə ki, konsept, layihə konsepti məsələsində qruplar üzərinizdə də, əslində bizim həm də istədiyimiz odur ki, təkcə mövcud deyil, sizin improvizasiyalarla, yəni o sizin nə əlavə eləmək, nəsə düşünürsünüz, yəni model bir deməli süfrə və ondan sonra yəni bizim də istədiyimiz odur ki, bir model ortaya qoyulsun, yəni hər kəs öz ənənələrini birləşdirərək bir model ortaya qoysunlar. Professor Şikar Qasımovu mən təqdim edeyim. Şikar müəllim, deməli Bakı Mühəndislik Universitetinin magistratura və aspirantura şöbəsinin müdiridir. Mirasın İdarə Heyətinin sədr müavinidir və demək olar ki, əksər layihələrimizin əsas baş məsləhətçisi və ekspertlərindən birisidir. Şikar müəllim, xoş gəldiniz. Şikar müəllim mühazirəsi olacaq. Mən də Milli Elmlər Akademiyasının Nizami Ədəbiyyat İnstitutunun aparıcı elm işçisi, filologiya elmlər doktoru Kifayət Məmmədovayam. Mən də Miras Təşkilatının ailəsinin daha doğrusu bir üzvü olmaq istədim. Bir ilə yaxındır, üzvüyəm. Çox sevinirəm ki, belə bir təlibdə iştirak edəcəm və çalışacağım bütün günlərdə iştirak edeyim. Biz də Elmira xanımı dinləyirik. Universitet elə buradadır. Təsəvvür eləyin ki, Amerika universitetləri, İngiltərə, Fransa, hamısının universitetində olacaq. Bunlar niyə bu qədər pul alırlar? Müəllim dərs demir. Müəllim adicə gəlir ki, filan kitabları götürürsünüz, oxuyursunuz. Bir həftə 10 gündən sonra gecə saat 12 tamamda artıq mənə atırsınız cavabları. O kitabları oxuyur. Müəllim dərs demir. Müəllim öyrətmir. Amma milyon pullar alırlar. Hətta İngiltərədə sən gedib kitabxanada işləyədən, onda da səndən pul alırlar kitabxanaya girməyə. Ora yemək yerində alırlar, bura gedə. Adam belə şey olar. Yəni demək istəyirəm ki, məktəb buradadır. Və bu insan çalışır ki, bütün Azərbaycanı anlatsın ki, biz Azərbaycan nəyik? Biz Azərbaycan mədəniyyəti nə qədər? Baxmayaraq ki, güya ki, indi balaca bir ölkə, amma balaca deyil ya. Yarımız o tərəfdə, yarımız bu tərəfdə. Yəni demək istəyirəm ki, həqiqətən burada məktəb var, burada insaniyyət var, burada elə cığır, elə yol var ki, hər kəs öz yolunu tapa bilir. Çox sağ olun. Buyurun. Ağayeva Turna, Qiymət qızı, Milli Arxiv İdarəsi, aparıcı elmçi. Fariz müəllimi Şəhla xanıma, xanıyandan sonra bizdə mütəmadi işlə bağlı əlaqələrimiz olduğuna görə Miras ailəsinin üzvü oldum və buna da çox şadam. Seminarlarda, həlimlərdə mütəmadi olaraq işdən vaxt tapanda iştirak edirik. İştirak edə bilməyəni də hər zaman izləyirik, dəstəkləyirik. Hər zaman Fariz müəllim yaradıcı fikirlərlə, araşdırmacılıqla, ətrafında da belə gözəl elm xadimləri toplamaqla bir vətəndaş kimi öz borcundan, öz milləti qarşısında, torpağı qarşısında çıxır. Arxeoloji abidələrinin qorunması ilə bağlı hər zaman çağırışlarını eşidirik və dəstəkləyirik. Maraqlı şey. Buyurun. Mənə dostuma atmışdım. Dünyanın hiçbir yerində yox. Ondan sonra məndən xalçaya maraqlandım. Özüm xalçamızın indi könlündə doğmuşam. Xalça toxumaq istədim. Sonra gördüm ki, bu qrupda da mən, ona görə də mən də olmuşum. Belə birimizdən tanış olduq, yəni birimiz tanıdıq. Başqa qrup, başqa iştirakçılar da var. Layihənin əsas müəllimləri ilə bir yerdə yenə amma təkcə bu ixtisas, yəni bu qrup deyil, digər qruplarla bir yerdə təqdimatımızı belə bir şey, o digər zaldadır. Məsələn, bir şey qeyd edib ki, burada bir tarixi bir film çəkiləcək. Yəni, paralel o hissdən də, yəni burada məsələn göz şəkillərinə edilsə bunlar, orada başqa bir şey var. Çünki Herodotun evi, bura isə Asturiya sahib elə bir məsələ.
Ona görə də paralel onu siz görəcəksiniz. O həmin o birinci sal. Birinci sal ki, bizim işimiz. Əslində biz birinci qrup kimi musiqi və ifaçılıq sənəti formalaşdırmışıq. Amma iftar və Novruza düşdüyünə görə, yəni daha doğrusu Ramazanla Novruza düşdüyünə görə biz 7-ci və 8-ci qrupları istifadə eləmişik. Azərbaycan muğamı bilirsiniz ki, onların da məlumat verəcəklər. Bu bölmədə onları qeyd eləmişik. Azərbaycan muğamı filmi musiqi aləti tarixin hazırlanması və ifaçılıq sənəti, kamanca filmi musiqilərin hazırlanması və ifaçılıq sənəti və eləcə də bağlama sənətkarlığı və ifaçılıq sənəti. Bunların dördü də UNESCO siyasətdadır və ona görə də bu ifaçılıq sənəti adı altında bu qrup deməli ayrıca aprel ayında fəaliyyət göstərəcək. İkinci qrupumuz şifahi xalq ədəbiyyatı və söz mədəniyyəti adlanır. Bu qrupda isə Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi. Eləcə də Azərbaycanın aşıq sənəti və Molla Nəsrəddin ləqiblərinin şifahi ənənəsidir. Bunları yəni siz görəcəksiniz. Ayrıca bir deməli bu qrupu, yəni bu qrup ayrıca göstərəcək. Sonra bunlar da yenə UNESCO siyasətdadır. Üçüncü qrup isə rəqs, oyun, ənənəvi idman mədəniyyəti. Burada Qarabağ Ağustos oyun ənənəsi çox qar. Hətta biz fikirləşirik ki, gəlsin biri elə atlanın çoxların hissəsini orada olsun. Deməli, cıdır meydanı belə deyək. Yanlı Naxçıvanın mənəvi rəqsləri, yəni bu şəkildə və eləcə də Qəhrəmanlı ənənəvi zorxana oyunları və idman növləri. Burada o zorxana da aiddə göstəriləcək, onun zorxanaları ömərlikləri fəaliyyət göstərəcək. Ənənəvi tekstil, naxış və simvolika mədəniyyəti bu dördüncü qrupumuzdur. Burada Azərbaycanın ənənəvi parçası sənəti, sonra qadın tək başlı ölkələrin ənənəvi hazırlanma və simvolikası, baranlaşıq və toxuculuq üçün ənənəvi ipək istehsalı, yəni bunlar da ayrıca dərsdir. Beşinci qrup xalq sənətkarlığı və təsviri dekorativ sənət. Burada isə lahıc miskərlik sənəti, sədəf sənətkarlığı, minyatür sənəti və illuminasiya sənəti, yəni təsvir, digər, yəni çap, bəzəməklə bağlı, çapçılıqla bağlı ayrıca bir dərsdir. Altıncı qrup isə mətbəx, çörək və yemək mədəniyyətidir. Burada lavaşdır, yəni o nazik çörəyin ağızlarını paylaşma mədəniyyəti. Bu da UNESCO siyasətdadır. Mədəni kimliyin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsidir. Və Azərbaycanda təbliğ sənətkarlığı və çörək bişirmə. Bu da ayrıca bir qeyd olunur. Bu isə bizim iftar sosial ənənələri, çay mədəniyyəti, ikinci münasibətləri və sosial ənənələrin əlaqələrini ziyarət. Sonra ikinci isə bayramlar və xanəgil mərasim mədəniyyətidir. Burada isə Novruz bayramı və nar bayramı, bu da UNESCO siyasətdadır. Ənənəvi nar festivalı və mədəniyyəti hissəsidir. Deməli, bunları ayrıca qruplar şəkildə təqdim edirik. Elan elədim ki, hər qrup deməli 3 dənə qrup olacaq. Qruplarınızı adlandırın. Məsələn, yoldaşlar qruplarını çay qrupu adlandırırlar. Deyək ki, siz iftar qrupu adlandırırsınız. Bir qrup süfrə qrupu, məsələn, deyək ki, adınızı bu şəkildə adlandıra bilərsiniz. Deməli, qeyd edeyim ki, burada siz deməli təqdim elədiyim, mən lap şey olsa sizə o konsepti elə göndərərəm ki,
Siz onun əsasında özünüzlə yəni hazırlayasınız. Deməli, hər qrup bir o süfrə mədəniyyətini göstərmək üçün məsələn olar ki, belə canlı göstərər. Olar ki, təqdimat göstərər. Bəli. Olar ki, birləşdirib göstərər. Yəni həm deməli təqdimatı, həm də deməli çayı bildirir. Siz özünüzün öz qrupunuzu qurursunuz. Yəni siz üçünüz. Bir də bəli. Müəllim, siz də Durna xanımgillər bir yerdə 2 nəfər də gələcək. Biri sizin qrupda, biri sizin qrupda, bir də sizin 3 nəfər. Deməli, biri sizin qrupda olacaq. Əziz dostlar, məclisin əvvəli də çətin olur, sonrası da tədbir. Amma mən hər halda siz kimi dəyərli həmkarlarımın, dinləyicilərimin qarşısında özüm yaxşı şey deyəcəm ki, sonu da yaxşı olsun. Mən sizin hər birini salamlayıram. Gedənlərə də salamı çatdırıram. Bu günləri əvvəldən qeyd olundu. Xüsusən geniş ətraflı fəal olmalıdır. Məlikə xanımımız çıxışlarında məsələnin məzun açdılar. Mən də demək istəyirəm ki, bu tədbir münasibətilə hər birimizi təbrik edirəm. Belə ki, qeyri-maddi mədəni irs, ümumiyyətlə Azərbaycan mədəniyyəti, Azərbaycanın mədəni irsi bu gün ən aktuallıq kəsb edir. Onun tanınması, tapılması, təbliğ edilməsi, qorunması bu günlərin ən üzdə olan gündəlik məsələlərimizdir. Mənim də mövzum qeyri-maddi mədəni irs anlayışı və bu qeyri-maddi mədəni irs anlayışı və bu mədəniyyətimizin dünyada danışan dili. Bu formada istəyirəm sizə yığdam şəkildə bu mövzu haqqında məlumat verəm. Sizi bilmirəm, mənə soyuqda da görə də yığcam deyəcəm sizə. Yəni, biz bildirmək istəyirəm ki, xərəflərimiz çox zəngin maddi və qeyri-maddi mədəniyyət nümunələri bizə qoyub getmişlər. Bu mədəniyyət nümunələri Azərbaycan xalqının mədəniyyətinin, tarixini, mədəni inkişafını göstərir. Və bu maddi mədəniyyət nümunələri baxımından Azərbaycan ərazisi çox zəngindir. Və dövlətimiz tərəfindən də bu çox yaxşı olaraq qeydiyyata alınmışdır. Götürək Azərbaycanın o təbii coğrafi şəraiti, bu qeyri-maddi mədəniyyət nümunələrini, maddi nümunələri bizlərə çatdıra bilmişdir. Belə ki, arxeoloji qazıntılar nəticəsində Azərbaycan bölgəsi, müxtəlif bölgələrimizdə olan o tarixi memarlıq abidələri, dini abidələrimiz bu cəhətdən çox zənginlikdən xəbər verir. Gəlin götürək bunu Azıq mağarasından, Kəlbəcərdə, Lasında, Lerikdə olan maddi mədəniyyət nümunələrindən, qorunub saxlanan bu günümüzə gələn nümunələr Azərbaycan ərazisinin bu baxımdan zənginliyindən xəbər verir. Ən əsası ümumdə məsələ ondan ibarətdir ki, bugün UNESCO-da bizim qeyri-maddi mədəniyyət nümunələrimizin təmsil olunması Azərbaycanın dəyərləmiş dünyada göstərilən sifətidir. Azərbaycanın danışan dilidir. Yəni, baxmalıdır ki, bizim mədəniyyət nümunələrimiz başqa xalqlar ondan istifadə edirlər. Məsələn, götürək xalçamızı. Azərbaycan xalçası dünyada bizim adımızla tanınmır. Amma bugün çox şükür edirəm ki, Azərbaycanın o qeyri-maddi mədəniyyət nümunəsi olan xalçamız Azərbaycanın öz adı ilə, öz dili ilə səslənir. Yəni, Azərbaycan maddi, qeyri-maddi mədəniyyət nümunələrlə çox zəngindir. Onda gəlin deyək görək. Qeyri-maddi mədəniyyət nümunəsi və bu anlayış gəlində biz nəyi başa düşürük? Və bu nə deməkdir? Yəni, mən yığcam bir çatan formada hər birimizə demək istəyirəm ki, yəni bu maddi, qeyri-maddi
nümunələr var ki, mədəniyyət nümunələr. Bunların məcmui başa düşün. Yəni bizə o təqdim olunan, onun artefaktları nəyə gəlib zəmanəmizə bizə satırsa, qoyulursa, o qeyri-maddi mədəniyyət nümunələrinin məcmuidir. Və ən əsası, bunu tərif şəklində salanda diqqətinizi yönəltmək istəyirəm ki, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən, xalqın və onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan, qorunub saxlanılan və mədəni işin bir hissəsi kimi qəbul edilən, ətraf mühitin təbiəti, tarixi ilə qarşılıqlı təsir nəticəsində daim canlandırılan, nəsildən nəsilə götürülən özünə məxsusluğu, irsilik hissini formalaşdıran adət, ənənələr, təqdimat və ifadə formalarıdır. Bütünlüklə bunlar hamısı bir yerdə dediyim kimi bizim o qeyri-maddi mədəniyyət nümunələrimizin bir məcmui kimi hesab edilə bilər. Digər tərəfdən qeyri-maddi mədəni irs nümunələri və qeyri-maddi mədəni irs anlayışını ayırdıqda belə bir təriflə vermək olar ki, qeyri-maddi mədəni irs nümunələri Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən, xalqın və onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan, qorunub saxlanan və mədəni irsin bir hissəsini kimi qəbul edilən, ətraf mühitin qarşılıqlı təsiri nəticəsində daim canlandırılan və nəsildən nəsilə ötürülən nümunələr nəzərdə tutulur. Beləliklə, qeyri-maddi mədəni irs, yəni xalq yaradıcılığının yaratdığı, qoruyub saxladığı və ötürülüb bizlərə gələn hissədir ki, bu da yenə əvvəl qeyd edildiyim kimi çox yaxşıdır ki, və o dünyada artıq öz yerini tapır və bu gündən sonra da tapmaqda davam edəcəkdir. Yaxşı olar ki, biz qeyri-maddi mədəni istəyəndə bunu biraz da dərinə gedək. Yəni, var mədəni irs, var qeyri-maddi mədəni irs. Mədəni, onda, məsələn, bu mədəni irs özü nədir? Mədəni irs özü iki yerə bölünür. Qeyri-maddi və mədəni. Bir də biri maddi mədəni irs, bir də qeyri-maddi mədəni irs. Və bu da özü iki yerə bölünür. İki yerə bölünür ki, bunun biri daşınan əmlakdır, irsli mədəni abidədir, biri daşınmazdır. Daşınan daşınmazlar. Yəni, bu daşınmazlar belədir ki, bildiyimiz kimi. Müəyyən o bizim maddi mədəniyyət abidələrimiz var ki, bunlar müəyyən tarixi abidələrdir, memarlıq abidələridir ki, bunlar daşınmırlar. Və bunlar özlərində sıx olduğu yerə bağlıdırlar. Görürsünüz, bu abidə buna necə bağlıdır. Və əgər onun yerini dəyişsən, daşırsan başqa yerə, o çox güman ki, öz dəyərini itirəcəkdir. Buna görə də bu daşınmır. Və bir də var ki, daşınan mədəni abidə var ki, və bunlar da yəni başqa yerə daşına bilir ki, bu xalqın yaradıcılığı ilə ərsəyə gətirilən müxtəlif mədəniyyətimizdə, musiqimizdə, folklorumuzda olanlardır ki, bunlar başqa yerlərə daşına bilirlər. Bu bizim maddi və qeyri-maddi mədəni irsimizi təşkil edir. Bizim əsas diqqətimiz yönəlir qeyri-maddi mədəni irs üzərində. Və bir şey də deyim ki, hətta o mədəni irslər özü də bir neçə yerə bölünür ki, bunların biri var dünya əhəmiyyətidir, biri var ölkə əhəmiyyətidir, bir də var ki, yerli əhəmiyyətidir. Məsələn, dünya əhəmiyyətli bu mədəni irsimiz, abidəmiz var ki, onlar nə özəlləşdirilə bilir, nə də ki, başqa istifadə icarəyə verilir. Amma ölkə əhəmiyyətli olanlar demək, icarəyə verilir, amma özəlləşdirilə bilmir. Yerli əhəmiyyətli həm özəlləşdirilə bilir, həm də icarəyə verə bilir. Bu müasir devirdə bunlar hamısı gündəlik olan məsələlərdir ki, yəni bir baxmalı ki, bunlara bir diqqətsizlik, münasibət, qeyri-müəyyənlik vardır. Bu qeyri-müəyyənlik özünü göstərməsi, biri də bundan ibarətdir ki,
biz hamımız bilirik ki 30 ilə qədər bir müddətdə ərazilərimizin xeyli hissəsi, yəni 20%-ə qədəri o qonşularımız, bədnan qonşularımız tərəfindən işğal edildi. Və burada həm maddi abidələrimiz, həm də qeyri-maddi mədəni irsimiz talan edildi, yerlə yeksan edildi. Və bax, belə bir vaxtda, amma buna baxmayaraq, bu yeksan edilən abidələrimiz heç də bunlar tamamilə son qoyulmadı. Bunlar bizim devrimizə qədər, bizə qədər özünü qoruyub saxladı. Bugün bizim borcumuz isə onları qorumaq və nəsildən nəsilə, gənc nəsilə ötürməkdən ibarətdir. Və digər bir tərəfdən demək istəyirəm ki, qeyri-maddi mədəni istəyəndə onun özü 3 yerə bölünür ki, bunlardan birinci etnografiya və diyarşünaslıq demək nümunələridir. İkincisi folklordur. Üçüncüsü isə xalq sənətkarlarıdır. Və bunlar bir yerdə Azərbaycanın qeyri-maddi mədəni irsini demək təmsil edir, aid edir. Qeyri-maddi mədəni irsin çox yaxşı ki, məndən əvvəl Fariz müəllimdə, Məlikə xanım da çıxışlarında göstərdilər. İndi artıq UNESCO var. Və bütün dünyaya Azərbaycan mədəniyyətini, Azərbaycan belə deyək incəsənətini, Azərbaycanın qeyri-maddi mədəni irsini çatdırmaq imkanımız var. Və bu baxımdan 1992-ci ildə, 92-ci ildə Azərbaycanın UNESCO-ya daxil oldu. 96-cı ildə Azərbaycanla UNESCO arasında müqavilə imzalandı. Və bu imzalanmış müqavilə Azərbaycanda qeyri-maddi mədəni irsin daha geniş tətbiqində, təbliğində, qorunmasında əsas rol oynadı. Və bunun ən bir vacib hissəsi 2003-cü ildə demək o qeyri-maddi mədəni irsin qorunması haqqında belə qərar qəbul edildi. Və buna deyilən reprezentativ siyahı, bu siyahı tərtib edildi. Və bunun məqsədi nə idi? Bu siyahının da tərtib edilməsindən məqsəd buydu ki, bütün ölkələrdə, müxtəlif yerlərdə qeyri-maddi mədəni irsi qorunsun, saxlanılsın. Və əvvəl dediyim bu istər daşınan mədəni irsimiz, istər daşınmazı və bunu dediyim kimi arxeoloji tapıntıları, folkloru, bunlar hamısı artıq qorunub saxlanılır. Məsələn, dövlətlər arası bir komitə yaradıldı. Dövlətlər arası komitənin 24 səhv eləmirəmsə, üzv dövlət qoşulub. Onun üzvüydü. Amma tədbirdə 180-ə qədər 13-cü ildə keçiləndə 180-ə qədər dövlət orada iştirak edirdi, nümayəndəsi. Amma belə bir komitə də bu qeyri-maddi mədəni irsin qorunmasında həlledici rol oynadı. Belə ki, 2003-cü ildən etibarən Azərbaycanın muğam sənəti İnan ki, bu UNESCO-ya daxil olanda icazkarlıq icazkar bir sənət kimi ona daxil olundu. Və 2007-ci ildə gör Azərbaycan dövləti necə bir fəallıq göstərdisə, o 2003-cü ildə qəbul edilmiş o konvensiyanın bizdə ratifikasiyasını keçirdi Azərbaycanda. Və 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun xoşmaranlı səbiri seçildikdən sonra bu məsələyə daha geniş diqqət ayrılmağa başladı. Azərbaycan bütün sahələrdə başladı artıq o qeyri-maddi mədəni irsin dünya təbliğ etməyə. Gəlin belə deyək də, özümüzdə bilirdiksə də, lokal şəraitdə, məhəlli şəraitdə, ölkə daxilində bilirdik, bu bizim irsimizdir. Amma bugün elədir ki, Azərbaycanın əvvəl dediyim kimi, görünən üzünü, görünən sifətini dünyada göstərmək lazımdır. Burada da rol UNESCO-nun oldu. Amma UNESCO-ya da bir yanaşaq. Yeri gələndə biz tənqidi deməkdən də çəkinməyək. Axı, dünyada biz bu 30 il torpaqlarımız işğal altında olanda biz ədalətsizlikdə gördük, susqunluğu da gördük. Həmən UNESCO o dövr ərzində bizdə dağılan, məhv edilən abidələrimizə qarşı susqun münasibət bəslədilər. Amma yenə də şükürlər olsun ki, bütün bu susqunluğun içərisində Azərbaycanın bir sıra abidələri qeyri-maddi mədəni irsi UNESCO-nun siyasına daxil oldu.
Və bu dediyim kimi məsələ də artıq 2003-cü ildən sonra rəvac götürməyə başladı. Mən ümumi şəkildə o məktəb direktoru getdi, burada necə oldu? O da getdi. Onun Və maraqlanırlar. Mən indi ona cavab vermək istəyirdim ki, bizim UNESCO-da indiyə qədər 24 qeyri-maddi mədəni irsimiz demək orada özünə yer tapıbdı. 12-si sırf bizim özümüzə aiddir. Yəni o nə deməkdir? Belə çıxmasında indi hamının öz sahəsi olmasa da, yəni bu sırf Azərbaycana aiddir. Və əlavə o 24-ün də bizim payımız var. Amma o müştərək. Ta ki İranın da, Türkmenistanın da, Qazaxıstanın da, Tacikistanın da başqalar burada müştərəkdirlər. Və beləliklə artıq bizim o 24 içərisində 2008-ci ildən götürək aşıq sənəti. Azərbaycan mənim dairə bir çıxışım da var orada. Aşıq sənətin maraqlı mövzular da var. Və burada aşıq sənəti qədim dövrdən inkişaf etməsi və o yerə qədər gəlib çatdı ki, bu UNESCO-nun o reprezentativ siyahısına qəbul olundu. Yəni bu o siyahı o deməkdir ki, illər keçdikcə siyahını biz illərdə qabardırır. Amma bunu da göstərirəm orada. bunun Biz mənası görsün burada 5 dənə dünya UNESCO Exactly. Bəli. Yəni demək istəyirəm ki, bu o deməkdir ki, yəni UNESCO şəklində bu qorunur, təbliğ edilir və gələcək nəsilə, gənc nəslə ötürülür. Bu elə belə yəni əhəmiyyəti sözlə ifadə ediləsi deyil. Və buna görə də bu vaxtdan etibarən bizim aşıq sənətimiz, muğam əvvəldən dedim ki, icazkar bir sənət kimi daxil olmuşdu. Aşıq sənəti bu qeyri-maddi mədəni irsimiz formalaşmağa başladı. Görün, bu əvvəl deyildi. Hörmətli professor Kübra xanım bizim o səhv etmirəm sizdir, lavaş haqqında məlumat verdiniz. Yəni bizim təkcə lavaş yox, bizim incə bir yuxamız var. Ona biri yufka deyil, biri müxtəlif formalarda. Lavaş ayrıdır, yuxa ayrıdır. Məsələn, bizim regionda Laçın o bölgəsində biz lavaş hazırlamadıq. Bütün kəndləri demirəm, öz kəndimizi deyirəm ki, əziyyət də olsa ona bu incə sənətdir, gözəldir qadına. Allah keçənlərə rəhmət eləsin. Mənim anam elə gözəl, elə bir bilçək qanalı kimi nazik yuxalar sazın üzərində. Yəni bunu sizlər hamınız bilirsiniz. Demək istəyirəm ki, bu UNESCO-da öz yerini tapdı. Bax, bəli, bunlar öz yerini tapdı. Getdikcə, yəni müxtəlif indi mən artıq mətni qoyub bir şəkildə xatirimdən qaçıb yazıma düşənləri sizə demək istəyirəm ki, yazım çox ətraflı və genişdir. Hər bir şeyi verməyə çalışmışam orada. Və burada gəlin götürək Azərbaycanın muğam sənətindən, nədir? Kamanından, kamançasından. UNESCO-ya Azərbaycan kamançası. Bu elə belə olmamalı. Kamança alətdir. Və mən araşdırmamda göstərmişəm, heç ağlama da gəlmir ki, kamançanı birinci hazırlayanda bal qabıqdan istifadə edirlər. Oranıdan. Demək görün, bundan istifadə edirlər. Onu sədəflərlə sonra bəziyiblər. Müxtəlif formada getdikcə əvvəl 3 simli, 4 simli, 5 simli, 9 simli kamanımız oldu. Bunları niyə belə bir saymaq biz deməkdə bizə lazımdır? Ona görə ki, bədxət qonşularımız onu öz adına çıxmağa çalışırlar. 17-ci ildə UNESCO keçirilən sessiyasında kamança Azərbaycanın qeyri-maddi mədəni irsi kimi daxil olundu. Göstərildi ki, kaman dediyim formada hazırlanır. Hündürlüyü səhv etmirəmsə 175 demək santimetrdir. Sol düzün üzərindən qoyulur və ən çox bizdə olan 5 simli kaman daha geniş yayıldı. Və bizim Milli Azərbaycan Tarixi Muzeyimizdə 19-cu əsrə aid olan kaman bugün orada saxlanılır. Yəni bu da bizim o qeyri-maddi mədəni irsimizdir. Və bu işdən sonra Azərbaycanda at üstündə çövqan oyunu deyirlər. Və bu oyunun UNESCO-da təmsil olunması və özdə bizdə o ikisi var idi ki, ikisi
qorunmağa ehtiyacı olanıdır. Hətta mən yazımda sonda nəticədə cədvəl çəkmişəm. Neçənci ildən üzülbəri o tapılan qeyri-maddi mədəni irsə daxil olanların siyahıya daxil etmişəm. Axıra qədər onun ikisi də göstərdi ki, qorunmağa ehtiyacı olanlar var. Amma qorunmağa ehtiyacı olanlarda bir şey diqqətinizə çatdıralım. Getdikcə degradasiya baş verir. Bunların qarşısını almaq üçün bəs necə etmək lazımdır? O dövlətlər arası yaranmış komitə deyildi ya. Komitə onlara müəyyən pul yönəltməlidir. Onu da fikirləşirlər ki, hara yönəlsinlər. O yönəltmə isə, bəli, gözəl təsvir verirsən orada, sağ ol. Demək, o yönəltmə də ondan ibarətdir ki, hansı sahəyə ehtiyacdırsa, 3 istiqamət vardı. Sonuncuda göstərdilər ki, yerli ölkə səviyyəsində özləri hara bilirlərsə, ora yönəlsinlər. Bax, bu yolla biz qeyri-maddi mədəni irsimizi genişləndirib, inkişaf etdirməyə başladıq. Və 2020-ci ildə artıq bizdə qeyri-maddi mədəni irsə daxil olan nar. Bizdə indi hər dəfə Göyşədə nar bayramı keçirir. Narımız düşdü UNESCO-nun siyahısına. Bax, bütün bunlar bizə nə verir? Göstərir ki, Azərbaycan qeyri-maddi mədəniz bizim göstərmək deyil ki, elə bizim musiqimiz oldu. Qarabağ atı üzərində demək, o çövqan oyunu keçirilməsi, Naxçıvan yallısı, Təzələ, bunlar UNESCO siyahısına düşənlərdirlər. Bunlar onu göstərir ki, Azərbaycanda, yəni bizim o milli keçdiyimiz yol var. İstər mədəniyyətimizdə, musiqimizdə, incəsənətimizdə. Görün, kamanı dediyim kimi, UNESCO-ya salanda ermənilər kütləvi şəkildə çıxış ediblər. Etiraz ediblər ki, bu bizim alətimizdir. Ancaq Azərbaycandan gedən nümayəndələrin orada o aləti ifa etməsi, ardıcıl çıxış etmələri, Türk qardaşlarımızın bizə dəstək verməsi, xüsusilə Mehriban xanım Əliyevanın cəhdi səyi nəticəsində demək, onların bütün cavabları rədd edilirdi, iddiaları rədd edildi. Azərbaycan musiqi aləti kimi kaman UNESCO-da öz yeri tapıbdır. Gəlin götürək bizim yaxşı Şuşa mətbəxini dediyimiz, ümumiyyətlə Azərbaycan mətbəxi bizim qeyri-maddi mədəni irsimizin daxildir. Onun ən gözəl nümunəsində dolmamız. Dolma görürüm. Burada ermənilər başladılar ki, dolma bizimdir. Filan şey bizimdir. Amma bizim o xalqımızın da elmili, təcrübəli, zəngin nümayəndələrin təsiri ilə Azərbaycan qeyri-maddi mədəni irsinə malik olan dolmamızla UNESCO-da öz yerini tapdı. Yəni, belə bir qənaətə gəlmək olur ki, Azərbaycanda qeyri-maddi mədəniyyət deyiləndə, yəni xalqın yaradıcılığı ilə, xalqın vasitəsilə yaradanlar məcmui nəzərdə tutulur. Xalq yaradır, verir bizə, bizim də borcumuz olur ki, onu qoruyaq, saxlayaq və nəsildən nəsilə ötürək. Bu günləri bu məsələ daha öndə gedir və bunun əsas o Azərbaycanda Heydər Əliyev fondu, fondun prezidenti Mehriban xanım Əliyevanın, mən bilirsə vurguladım onu və o səylərin nəticəsində Azərbaycan 18-22-ci ildə və ölkələr arası komitə dedim, komitənin üzvü olması bu işdə həllici əsas rol oynamışdır. Amma yenə deyirəm də, elə dövrlər oldu ki, bu qeyri-ölkələr də UNESCO-da bizim irsimizə, bizim o qeyri-maddi mədənizmin dağılmasına susqun münasibət göstərdilər. Göz yumdular, səslərini çıxartma. Şuşada o 44 günlük müharibədə bir xristiyan abidəsinin böyük cızılanda bütün dünya səs saldılar. Amma 68 məsələmizdən onun ikisi qalmışdı. Qalana, məsələn, bizim kəndimizdə mən orada getdim, bir Həmzə Nigarinin böyündə hücrəsi olan məscid, qismət olsa görə bilərik. Orada o da salamat deyil. Qalıbdır, amma görürsən, vurub məhv edirlər, güllələr dağılırdı. Malikəliklər türbəsi vardı, o ki, kənddən yuxarı hissəsində. 12-14-cü əsr memarlıq nümunəsi. Xalqın mədəniyyət abidəsidir. Memarlıq nümunəsidir və onun necə vururlarsa topunun baş hissəsi yox. Yəni, bütün bunlara baxmayaraq
Azərbaycanda son illər bu məsələyə çox geniş diqqət ayrılır. Dövlət sahibəsinə qayğı göstərilir. Mədəniyyət Nazirliyi, onun Paris nümunəsi bu günləri bax buradadır. Bizim Miras Qeyri-Hökumət Təşkilatı, onun göstərdiyi fəaliyyət, onun sədri Fariz müəllimin fəaliyyəti bir daha göstərir ki, bizim qeyri-mədəniyyət nümunələrimiz Azərbaycanın əvvəl qeyd etdiyim kimi dünyada danışan dilidir, görülən sifətidir. Sizə bir faktı göstərmək istəyirəm. Mən cədvəl şəklində bunu vermişəm yazımda. Demişəm ki, Azərbaycanın qeyri-mədəni iş siyasının bu nümunələri bunların hansı illər üzrə 2000-ci ildə bizim 3 qeyri-mədəni irsimiz qeydiyyata alınmışdır. 3. 2010-cu ildə 8 qeyri-maddi mədəni irsimiz qeydiyyata alınmışdır. Onun ikisi təhlükə altında olan olmuşdur. Və demək 2020-ci ildə isə 11 qeyri-mədəni irsimiz UNESCO tərəfindən qeydiyyata götürülmüşdür. Ümumilikdə 24 qeyri-maddi mədəni irsimiz var ki, onun ikisi də təhlükə altında bulunanlardır. Yəni beləliklə, belə bir qənaətə gələrək demək olar ki, Azərbaycanın mədəni iş siyasına daxil olanlarla yanaşı biz gələcəkdə bugün də çalışmalıyıq ki, Azərbaycanın o siyahıya düşməyən qeyri-maddi mədəniyyət nümunələri UNESCO-nun siyasına düşsün və siyahıya düşməklə kifayətlənməyək və biz belə bir tədbirlərdə, ictimai yerlərdə, bayram günlərimizdə və layihələrin durmasında gələcək nəslə bunları ötürə bilək. Bax, bu amalla da mən burada biraz danışalım, üşüməyim yadımdan çıxdı. Amma soyuqluğu nəzərə almaq səsi sonra çıxacaq. Ona görə də mən burada fikrimi bəlkə dayandırıram. Demək istəyirəm ki, geniş şəkildə məqaləm də var. Kim maraqlansa, səhviyyə girsin, məqalə Allah qoysa, çap olunsun, oxusun, özünə mülk hesab eləsin. Çox sağ olun, diqqətinizə görə. Sualınıza da bacardığı qədər cavab verməyə hazıram. O demək deyil ki, profesör hər şeyi bilir. Görürük, öyrənirik. Bunu yazdıqsa inan ki, özümə maraq yaranır. Elə gözəl adımlar ləzzət verir ki, oxursan ayırlar. Aşıq sənətində yazmışam. Muğamla indi o bir məqallərimdə. Azərbaycanda muğam sənəti, xanəndəlik, Qarabağda, burada, yəni Qarabağda aşıq tapmışam şükür Abbadan. Bu dünya şöhrətiymiş, o vaxtı sənə adın çəkməmişlər. Demək ki, burada gələcək sevirdim. Yəni ki, bilirəm də, deyirəm ki, yəni demək istəyirəm ki, müasir dövrdə bu ənənə davam etdirilir. Azərbaycan çox zəngindir. Bütün mədəniyyəti ilə də, tarixi ilə də, incəsənəti ilə də müəyyən dövrlərdə müəyyən aşınmalara, müəyyən təpkilərə, təzyiqlərə məruz qaldı. Orada çox maraqlıdır. Toylar da bölünmüş, 4 yerə. Bakıda toy ayrı toyulmuş. Erməni toy ayrı toyulmuş. Əsnaf toy ayrı toyulmuş. Yəni hər əsnaf bir xüsusiyyətə izah olunmuş ki, bu toylarda bu toylar. Bunlar hamısı bizim doğrudan zəngin mədəniyyətimizdir. Adamı işlədikcə elə hoşuma gəlir ki, deyirəm nə yapışın, bunları yaddaşın təzəliyir. Kiməsə götürürsən bir adam oxuya bilərlər. Bütün bunlar üçün, bizi də bu işə boşluğu üçün biraz təşkilatına, cəmiyyətinə, bunun fəal üzvlərinə Məlikə xanım qoymayıb da. Hər gün deyir, bunu yaz, onu yaz, cədvəldən qalma. Çox sağ olun, hər birimizə uğrar arzulayırım. Siz sağ olun, çox sağ olun. Hər şey yox, elə bir hər o qədər öyrəndim.